hansı ki bu videoda biz sizlə birləşmələr nəzəriyyəsinə aid lövhədə gördüyünüz bir sualı işləmək istəyirəm. Baxın sualımıza, sualı mən buradan oxuyum. Belə bir rəqəm verib, deyir rəqəm, ədəd verib daha doğrusu, rəqəmləri ilə deyir 10 rəqəmli olsun və 535 ilə başlayan neçə cüt ədəd yaza bilərik? Gəlin baxaq görək neçə cüt ədəd yazmaq olar. Deməli, burada deyir ki, başlanğıcı 535 ilə başlasın. Mən buradan ixtiyari 535-i götürürüm. Hansı 535 fərqi yoxdur. Bu 535 ilə başlayacaq. 10 rəqəmli olacaq. Deməli, geriyə neçə rəqəm lazımdır? 3, 4, 5, 6 və 7 rəqəm. İndi baxın, mənə cüt deyirsə, bu cütlüyü yaradan nədir burada? 0-dır. 4'dür, bir də 2'dir. Amma bunların sayı müxtəlif sayda olduğu üçün mən bunları ayrı-ayrı hesablama aparacağım. Tutaq ki, sonu 0 ilə bitən cüt ədədləri yazmaq istəyirəm. Baxın, sonunu 535'i götürdüm. 0'ın da 1'ini götürdüm. Nə qaldı ortada? Bir dənə 0, 5, 5, 3, 4 və 2. İndi gəlin bunların yer dəyişməsini tapaq. Bunların yer dəyişməsi neçə dənədir? 5 faktorial, daha doğrusu 6 faktorial, 6 rəqəm var. 6 faktorial. Təkrarlanma var mı? Bəli. 2 dənə təkrarlanma var. Bu da eləyəcək. 6'nı böldüm 2'yə. 3, 4, 5, 6. 12, 30, deməli. 12'ni də 30'a vuranda 360. Bitdi mi? Xeyr. Çünki bizdə 4 ilə 2 də cütlük yaradır və siz 4 ilə 2'ni də ayrı hesablamalısınız. Yenə yazıram. 535 ilə başlasın. 1, 2, 3, 4, 5, 6 və 7 rəqəm. Sonu 2 ilə bitsin. Bəs burada hansı rəqəmlər? Oradan 2'ni götürün. Nə qaldı geriyə? 0, 0. 2 dənə 5 qaldı. 3 qaldı, 4 qaldı. Yeni 6 rəqəm oldu mu? 6 faktorial. Amma bu səfər təkrarlananların diqqətlə baxsa sayı daha çoxdur. 2 dənə 0'a görə 2 faktorial. Təkrarlı permütasiyadır hansı ki. Burada isə yenə də 5'lərə görə 2 faktorial. Bunlar getdi. 3, 4, 5, 6 qaldı. Yenə də 2 faktorialla bu getdi. 2 qaldı. Hansı ki eləyəcək? 30. 6, 30, 180. Düzdürmü? Burada da eləyəcək 180. 6, bu da 30, 180. İndi bəlkə sonu 4-lə bitəcək bu ədədin. Bir dəfə də onu hesablayaq. 535 ilə başlasın. Yenə 7 xətti çəkirəm. Rahat olsun deyə bu üsuldan həll edirəm. 7 xətti çəkdik. Sonu bu səfər nə ilə bitəcək? 4 ilə bitən cüt ədəd olsun. Bu getdi. Nə rəqəmlərim qaldı orada? 2 sıfırım qaldı. 2 dənə 5'im qaldı. Bir də 3 ilə 2 qaldı. Düzdürmü? 3, 2. Yenə neçə rəqəmdir? 6 rəqəm. Amma bu səfər də təkrarlanmalar 2 faktorial, 2 faktorial oldu. Cavab yenə 180 eləyəcək. Onda ümumi neçə hal var? 180, 180, 360. 360 üstə gəl 360. Deməli, bu halda 720 dənə